Dünən Zaurun verişində dedin ki, Tacir müəllim toxunulmazdı. Əlbəttə. Əslində Tacir müəllimin şəxsiyyəti toxunulmazdı. Sənət barəsində kimlərsə fikir bildirə bilər, amma Tacir müəllim qədər bilənlər. Hə, Müğənni Əminəni tanıyırsanmı? yox, Necə yox? tanımıram. Yox. Yəni, nə üzə gəlməmişəm. Mahnısını eşitməmsən. Mahnısını eşitməmişəm. Mən bu Nə də dünyada müəllimlik hardasa eləyirsə bilmirəm, yəni o da bilmirəm. Yəni, cəmaat haqqında mən nəsə yalandan məlumat verə bilmərəm. Amma ki, Vallahi nə deyim, Tacir müəllim piyalısılıqdır. əlbəttə ki, bizim sənətkarımızdır, xalqımızın sevilən sənətkarıdır, toxunulmaz ona görədir ki, elə o Bəli. uşaq vaxtı oxuduğu Bayat Şiraz var ki, Mehriban, O- Günhanın səmiyyətdə inanırsan ki, Əminəni tanımır. yox, vallahi. Ən azı məncə dünən efirdəydilər, orada göstərdilər Nəysə, Əminəni. Görsək mən tanımıram. Əminənin mahnıları Hər vaxtınız xeyirdə və uğurlu olsun. Allah hər kəsə qorusun. Burada Pünhanı mən belə bilməzdim. Ay Pünhan, sənə hörmətim var idi. Bax, sənə mən dəfələr sənin videolar paylaşmışam. Yarım milyon, 800 min, 700 min baxışları var. Elə eləmək ki, səndə Tolik kimi video silim kanallarımdan, bütün kanallarıma silim yəni. Mən deyim biləsən, and olsun Allaha. Çünki Tolikdir, Şəbdən Tovuzludur, mənim kanalda ola bir vəstajı. Toliki təmiz silmişəm, X qoymuşam Tolikə. Pünhan, sən Aminə kimi, yəni Əminə kimi də, yəni Aminə deyirlər, biri yazır Aminə, biri Əminə yazır. Əminə kimi sən musiqi savadın ola bilməz. Əminənin potensialı səndən güclüdür, and olsun Allaha. Sən bir səsim var, onu da mən ifşa eləmişdim. Dalaşdın məndən, vuruşdun məndən, ağzıva gələn söyüş, gəl səndən görüşək, sən qonaqlıq verim, nə qalim. Dedim, Duxun çatırsan gəl mənim ünvanıma. Əgər Duxun çatırsa gəl ünvanıma görüşək, problem deyil. Mənə çağırdın, həm 8-ci mikroyona, 7-ci mikroyona, suda. Yəni, Pünhan, sənin musiqi savadın yoxdur. And olsun Allaha. Sənə desəm ki, piyanoda 7 akvada var. Desəm ki, ay Pünhan, 7 akvadan, 3-cü akvadasını mənə si notunu göstər və fa diyezini göstər. Elə sənin musiqi savadın yox, sən səsin ola bilər, oxuya bilərsən, amma Əminə kimi, yəni musiqini dərindən bilən bir xanıma, Əminə kimdir, mən onu tanımıram. Əminə səni gönlə tanımır. Əminə çıxanda, ortaya çıxanda, ay Pünhan, sən yox idin Allah haqqı. Sən sinsa da daşıyırdın Allah haqqı, nağara daşıyırdın ora-bura toylara ki, nə var, onu mondu bölündə oxuyub öyrənəsən. O ayıbdır, 2 dənə. Bugünkü gün də Azərbaycan efirində Pünhan, sənin kimilər dancaq. Başa düşdün, nə deməkdir? Yəni anladım mənə. Sənətkar yoxdur efirlərdə, and olsun Allaha. Ola bilər